Müğənni Rəqsanə İsmailovanın barəsində olan ev dustaqlığı qətimkan tədbiri bir aya qədər uzadılıb. Bu barədə Sabunçu rayon məhkəməsi istintaq orqanının vəsatəti əsasında qərar qəbul edib. Məlumata görə onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri aprelin 4-ünə qədər artırılıb. Qeyd edək ki, Rəqsanə İsmailova ötən ilin avqust ayında həbs edilib və avqustun 16-sında barəsində həbs qətimkan tədbiri seçilib. Həmin ilin noyabrın 19-da vəkilinin vəsatəti əsasında onun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Ötən ilin dekabrında onun ev dustaqlığı qətimkan tədbiri mart ayına qədər uzadılmışdı.